bilirsənmi, müəyyən bir dövrdə keçəndən sonra Nəsimini sanki unutmuşdular. Bilirsən, bilmirsən, o Sovet dövründə hətta təmiz silinmişdi, yox idi ümumiyyətlə məlumat. 73-cü ildə kino çəkilir, Nəsimin kinosu çəkilir və ondan sonra başlar ədəbiyyatlarda gəlir, Nəsim haqqında məlumatlar gəlir, başlar informasiyalar əldə etməyə. Bax, belə deyək də, sualım ondadır ki, səncə də hər bir insanın daxilində bir Nəsimi var? Hər bir insanın daxilində Nəsim var, çünki Nəsimin özü bunu deyir. Özü deyir ki, sizlərin hər birində yaradıcı güc var. Onlara sevməyi öyrədir. Əslində Nəsim bizə bilirsiniz nəyi öyrədib? Sevməyi. Amma bunu bilsən hansı dövrdə eləyib? Sevginin heç olmadığı bir dövrdür. Qız uşaqlarının bastırıldığı. Fərqli başa düşülən bir. Ay, çox o dövrdə sevgi, o dövrdə kişilər də qadınları sevmirdi ki, ərəb xilafəti idi. 1 2 4 arvad alırdı. Yəni hər şeyə material kimi baxılırdı da. Dəvəsi olan varlıdır, çox qadın olan, cariyəsi olan o dövrdə Əmir Teymurun dövrüdür. Adam dünyanı fəth eləyir. O dövrdə bir nəfər çıxır, deyir ki, gəlin hər şeyi qutaraq, biz bir-birimizi sevək. O da onu deyir də. Deyirsən, bu sevgi işlərindən dünya fırlanmaz, dünya qorxu ilə idarə olunur. Əmir Teymur ona deyir. Deyir, bax o bundan qorxur, bu bundan qorxur, sən məndən qorxursan, deyir, mən də Allahdan qorxuram, Əmir Teymur deyir. Bu da deyir ki, kamil insan bilsə, qorxu yox olur. Sevginin olduğu yerdə qorxunu nə edirik ki biz? Biz sevgi ilə də fəth eləyə bilərik hər yeri. Əslində bu məsələni sən deyirsən, bu sevgi məsələsində bax deyirsən ki, orada gəlib müharibə eləməyək, belə bir şey eləməyək, onu əslən belə deyim də səsləndirdi Nəsimi. Amma bir özün fikirləş də, iki nəfər, çox adam demirəm, 2 nəfər olan yerdə hətta bir-birindən mübahisə edib dalaşa bilərlər, hansı ki Adəmin oğulları Habil Qabil bir-birini vurub öldürüblər, yəni heç nə olmayanda. Yəni o müharibələr, sevgi, müharibə, nə bilim bu antonim sözlərdən hansı ki bir-birindən, bu həmişə bir-birindən mövcud, həmişə bir yerdə olacaqlar. Doğrudur. Və orada əslində böyük bir məna var. Fərz edin ki, o dövrdəki ən acımasız və ən materialist insan Əmir Teymurdur. Adam, yəni konkret tarix kitabları onu məğlub edilməz yazır da. Bax ona barbar deyirlər. Həqiqətən elə idi. Hətta onu Vikingə bənzədilər. Hər şeyi alır, amma tarix kitablarının heç biri yazmır Əmir Teymur məğlub oldu. Elə bir şey yoxdur. Bu qədər yenilməz və güclü bir şəxsiyyət Nəsimi kimi sevgini savunan bir insan qarşısında sadəcə susur. Çünki o bilir ki, o düzü deyir. Amma ona deyir ki, biz sən deyəni tətbiq eləyəmirik. Əslində baxın, o dünya görmüş adam idi. Nə qədər belə deyək də, Əmir Teymuru desək ki, o savaşçı olub, sərkərdə olub da, amma faktik olaraq dünya görmüş yəni dünya görüşü böyük olan adam idi və elə bir insanın qabağına çıxması istər-istəməz onun dünya görüşünə təsir etmişdi. Ona görə Nəsimi heç nə eləmir və bu onun da aliliyini göstərir. O nəinki Nəsimi heç nə eləmir, hətta Azərbaycandan keçir onu dağıtmır da. Dağıtmır, heç nə. Və elə bir gücdən söhbət gedir. Yəni adam o dövrün alfa lideridir. Ondan üst yox. Elə idi, həqiqətən elə idi. Və ona görə də Nəsimi yenə fəaliyyət göstərir. Bir müddət sonra növbəti krallıq, yəni həmin o Əmir Teymurdan sonrakı dövrdə öldürülür. Amma Nəsimi yəni bizə ən xoş şey dedi. Sadəcə insanlar harda yanılmaya düşdülər. Siz doğru vurğuladınız. Ələxüsus Sovet dövründə və ondan əvvəlki dövrlərdə də plus Sovet bizə necə xatırlatdı? Sovet bizə Nəsimini panteist kimi göstərdi. Panteist təbiətə inanır. İmperiyaya qarşı vuruşan biri kimi. İmperiyaya qarşı vuruşur. Plus bir də panteizm adlı bir ideologiya var da. Yəni təbiət tanrıdır. Nəsimi demirdi təbiət tanrıdır. O deyirdi ki, yaradan hər yerdədir. Demirdi sadəcə ağac tanrıdır, mən tanrıyam. O deyirdi ki, o hər yerdədir. Ki, hər yerdədir də. Bütün məxluqlarda, varlıqlarda, zərrələrdə. O hər yerdədirsə, mən necə hər yeri sevməyim? Ona görə deyir də, şəms mənəm, qəmər mənəm, mən laməkanam. Adicə bir dənə məsələni götür. Məsəl üçün, sən bir ağacı kəssənsə, ona qarşı olur. Heyvanı öldürürsənsə ona qarşı. Hər şey. Heyvanı kəssənsə ona qarşı yenə. Bəli, hər şey oldu. Hər tərəfli ona şeylisən, toxunusan birbaşa.
Yəni insana belə deyim də vurub öldürməyi demirəm. O bir başqa bir məsələ. Hə. Yəni o da. Yəni faktiki olaraq o vəhdəti biz pozmuş oluruq. Bəli. O vəhdəti təbii ki saxlayanda, o vəhdətlə bir yerdə saxlayanda, həm də onu sevəndə tam olur balans. Balans olur. Hə. Balans. Tamamilə. Necə bir keçən verilişdə demişdiniz balans. Balans. Balans burada Yenə özünü olur. tapır.